Doğru ifadələri müəyyən edin. Və 1. Şimal qütb dairəsinə günəş şüalarının maksimum 36,5 bucaqlığına düşür. Ümumiyyətlə, onu deyək ki, qütb dairələri, yəni 66,5 dərəcə enliklərdir. Bu ərazilərə günəşin maksimum düşmə bucağı demək 47 dərəcəyə bərabər olur. Yəni, bu deməkdir ki, bu yanlış bənddir. Demək, tropik şılama qurşağı sadəcə ən az ərazi əhatə edir. Xeyr, bu ərazi ən az əhatə edən yer qütb şılama qurşaqlarıdır. Demək ki, bu da yanlış bənd olacaq bizim üçün. Cənub tropik xətti 3 materiki, 3 okeanı kəsir. Bəli, həm Atlantik, həm Sakit, həm Hind okeanını, eyni zamanda Cənubi Amerika, Avstraliya və Afrikanı kəsdiyi üçün doğrudur. Coğrafi qütblərdə günəş ildə bir dəfə çıxır. Bəli, qütblərimizdə günəş bir dəfə çıxır. 6 aydan bir, 6 ay çıxır, 6 ay gündüz, batır, 6 ay gecə olur. Cənub mülayim işıqlama qurşağı daha çox quru sahəsini, demək, cənub mülayim işıqlama qurşağı daha çox quru ərazini artırır. Cənubdakı mülayim işıqlama daha çox su sərhədlərini daha çox əhatə etdiyi üçün bu da yanlışdır. Şimal mülayim işıqlama qurşağı daxilində iqlim tipləri daha çoxdur. Bəli, bu doğru bənddir. Demək ki, bizim doğru bəndlərimizin içində 3, 4 və 6 bəndi olmuş oldu.